Prezident ilk dəfə açıqladı. Bakı-Sumqayıt Xırdalan nöqtələr xəbəri çatdırım sizə. Biz tezliklə Bakı-Sumqayıt və Xırdalanın bütün azad aşırı yayılması su kanalizasiya sistemləri üzrə 20 miqyaslı proqram qəbul edəcəyik. Çünki buna tələbat böyükdür. Təbii ki, istinad edirəm Axar Nöqtə.az-a. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Bir çox iş görülüb, lakin hələ də çatışmamazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə, kanalizasiya su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzluqlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi həcminin əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq, prezident əlavə edib. Bəli, insanların suya böyük ehtiyacı var. Ən çox da regionlarda, kəndlərdə, bəli, suvarmada demək olar ki, su yox dərəcəsindədir. Amma gözəl addımdır. İnşallah insanlar susuzluğu hiss etməyəcəklər. O cümlədən də torpaqlar.